Salam, sabahınız xeyir. Bir belə çolpa çıxartmışam. İndi onu atacağım suya, tez don açılsın. Burada soğan doğrayıram, döşəməli plov eləmək istəyirəm. Burada düyünün suyunu qoymuşam qaynamağa. Və qaynasın, özün zadını atam, düyünü sizin çayın zadını dəmləmişəm. Çayın zadım hazır, qəşəng. Çünki bu gün sonra vəciniz işə gedəcək. İnşallah aça bilmədim qapağı. Qız bu niyə açılmadı? Nəysə. Orada dəmlənsin. Burada kömrə yemək qoymuşam istilənməyə. İşə gəldiyimin ilk günü. Düz 15 dəqiqədə ev axtarıram. Hələ tezdir. Saat 10-da burada olmalıydım. Amma 9-dur. Ona görə də mən hər yerə tələsənsə olmaz. Yenə də bura tez gəlmişəm ki, gedişməyim, amma çox tez gəlmişəm. Həm ilk dəfədir yolu tanımıram, həm bilmirəm də neçə saat çəkəcək gəlib çıxmağım. 8-ə qalmış çıxmışam, 9-a qalmış çatdım. Nəysə, indi binanı axtarmağa çalışıram. Bilirsiniz hardan gəlmişim? Eydi o. Lap o başda boz bina var ha. Bax oradan. Kimdən də soruşuram, dən salon deyiblər. O salonu heç kim tanımır. Gedim dənə burada bu yeni tikilən bina var. Ona baxım. Əgər olmasa təzdən geri qaydaram. Neyniyim? Soruşuyor, zəng eləyərəm də. Hələ ki gedim. Burada ümumiyyətlə ilk dəfə də oluram. Heç bu tərəflərdə olmamışam. Çapayevdə, Svetagildə o tərəfdə olur. Orada olmuşam. Yəni Zoopark zat tərəfi tanıyıram, amma buranı tanımıram. Bura da ora yaxın bir yerdir. Birinci dəfə çətin olacaq, sonra tapacağım inşallah. Bu qədər də olmazsa olmaz. Düz salonun yanında düşmüşəm. Geri qayıtmışam. Təzən qayıtdım gəldim. Nəysə, tapdım. Amma hələ tezdə girməyəcəm. Biraz burada gəzim sonra. Gəlib nə görsəm yaxşıdır. Nə görsəm yaxşıdır. Nərgiz kuxniya bomba salıb. Keçən dəfə müəllimi üçün belə peçen hazırladı. Saat neçədə yatdın Nərgiz? Səhər 6-da? 5? 6-nın yarısı. Təsəvvür eləyin. Yeni ilə hazırlamışdı ha, bax onu. Bunun üstünə bezi eləyir. Belə yumurtanın ağını çalır. Onu rəngləyib belə. İndi təzdən onu duxovkaya qoyursan. Boy dədəgən. Haçana qutararsan bunu? Hamısına gəlmirəm ki. Burada da duxovkanın içində elə pişir. Kömür diyanda bir dəqiqə səndə. Gecə saat 1-dir. Mən buraları yığışdıracağım. Mən işdən evə çatdım. Bugün bilirsiniz ki, ilk iş günüm idi. Evə çatdım ki, bacım mənə səs göndərib ki, xalama yoldaş rəhmətə gedib. Allah bütün ölənlərə rəhmət eləsin. İnanırsınız, nətər evdən çıxdıqsa Seyidxandan, nətər getdik. Heç təzəcə ayağımı soymuşdum. Heç bilmədim, nə geyindim, nə geyinmədim. Elə necə gəlmişdiksə, elə də çıxdıq, getdik. Getdik, indi gəlib çıxmışıq evə. İndi deyəndə bir 15-20 dəqiqə olar, saat uşaq 1-ə qalıb. Mən sabah işləyəm, sabah gedə bilməyəcəm, bacım gedəcək. Amma mən birisi gün, 6-cı gün evdəyəm, gedərəm 6-cı gün. Nərgizdəki sağ olmuş, bir dənə əyni var, 3 dənə qurtqa soyunur, tökür. Ataşın otağını indi yığışdırdım, gəldim. Onun otağı hazırdır. Nərgiz gün orta yatıb, burada yatağı da açıb tökür. Səhər yığışdırıb getmişdim. Səhər inanırsınız, mən 6-ın yarısı durdum. Saat 8-ə qalmış evdən çıxmışdıq. Nərgizlə ikimiz bir dənə iş saxlamadım evdə. Bir dənə iş al. Hər yer elədim tərtəmiz. Bir dənə pilisosa təbii ki qoşa bilmədim. Bu birisi otaqlarda. Bir dənə Ataşın otağında qoşdum. Çünki orada yemək zat yer eləyir deyə. Dedim orada olsun. Amma buraları elə bir sırağa gün axşam pilisoslamışdım. Yəni bu gün səhər pilisoslamağa ehtiyac yox idi. Elə bir saç gördüm haradasa. Yox. Ataşın otağını elədim. İndi ev elə də çirklidir. Bunu Nərgiz geyinir.
Ev elə də çirkli deyil, təmizdir. Sadəcə olaraq belə dərd, dəsmal, tör töküntü var. Bunları yığışdırım, səhərə qalmasın. Sabah tezdən durub yemək pişirib elə gedərəm. Yəni mən bundan sonra 2 dənə video montaj eləyəcəm. Ondan sonra yatarım. Belə işlər. Nərgizin sumkası necə gəlibsə elə də o sumkanı boşaltmalıyam. Yazığım gəlir uşağa. Bu tərlidir, bunu bura niyə atacağım? İki dənə xalam var. Bir xalamın yoldaşı, bilirsiniz ki, 2 ay bundan qabaq rəhmətə getmişdi. İndi də bu birisi xalamın yoldaşı rəhmətə getdi. Nə bilim, qurban olun Allaha. Hansımızın başına haçan nə iş gələcək, onu heç birimiz bilmirik. Heç birimiz də bu həyatdan sığortalanmamışıq. Yarım saatımızda başımıza nə iş gələcək bilmirəm. Qızın corabları yuyulmaqdan üzülür. Nədə kömür çıxmaq istəyirsən, sıx. Sumkasında bir dəfəlik boşaldım. Yuyulmaları çıxardım. Səhər tezdən nə qədər bunun paltarlarını asmışam. Təmizdir. Bir də Nərgiz soruşub bəzi xanımlarımız ki, Nərgiz harada oxuyur? Nərgiz İdman Akademiyasında oxuyur. Yəqin ki, yeni gələnlərdir, ya yeni gələn xanımlardır, ya nə bilim, o videonu qaçırdıblar. Mən paylaşdığım ki, Nərgiz məktəbə girib bilmirəm. Belə işlər. İdman paltarlarını bu tərəfə yığırıq. Çölbayır paltarlarını o tərəfə. Belə ayırmışıq şkafın. Bu da belə sumkası. Bu mənim qızımın dərmanı zadı. Bir dənə də çolu səhərdən gətirdim. Nəm idi? Atdım bura ki, qurusun. Quruyub. Gərək gedim ipdəki paltarları da gətirim. Səhərə qədər burada otaq temperaturuna gəlsin. Sonra səhər tezdən duranda bütülüyüb qaldıram. Bugün çox tez getmişdim. O qədər tez getməyəcəm. Çünki saat 10-da işdə olmalıyım. Da gedirəm, 6-da çıxıram. Bunun yastığı üzü prostini quruyub. Onları qatlayıb götürmüşəm. Yüklənməlilərin içindən. Bunu da qatlayım, qoyum. Həftə sonu evdə olanda ütülüyərəm. Bu arada işim 5 günlükdür. Ona görə qəbul eləmişəm. Bütün bayramları evdə olacağım inşallah. Ona görə bu rejim mənə sərf eləyir. Yəni, həftə sonu uşaqlarımla. Əvvəl bilirdiniz ki, bazar günü sutka işləyirdim. Nərgizi mən qətiyyən görmürdüm. Heç Ataşı yenə 1-2 saat gün ərzində gördüm, Nərgizi heç görmürdüm. Amma 6 bazar evdə olacağım deyə Nərgizi doyunca görəcəm. Belə işlər. Kiriləri aparaq. Hələ inanırsınız, mən yemək zat yeməmişəm. Nərgiz də gördünüz də kuxnyaya bomba salıb, peçeni pişirir. Onların son halını sizə göstərəcəm, görün nə qəşəng olub.
O da deyir ki, mən qabları yuyuram. Deyirəm, çox şükür, ölmədim bu günü gördüm. Nərgiz öz tör-töküntüsünü yığışdır. Amma uşağın haqqına girməyim. Yox, amma uşağın haqqına girməyim. Keçən dəfə də yığışdırmışdı. Neyse qızlar, belə. Görüm da bundan sonra nə eləyəcəm? Yəqin keçin eləməyəcəm. Yəqin ki, videoya sabah davam eləyərəm. Çünki bu gün daha nə çəkim? Gecə saatda 1-dir. Bundan sonra nə çəkəcəm? Heç nə. Buranı da tör-töküntüsünü yığışdıraq. Bu yadımdan çıxıb bunu ayağıma vuracağım. Tabanlarıma. Nərgiz xanım qab-qaşığı yuyub qoyub bura. Bu da peçenilər pişdi, çıxdı. Çox qəş olub. Görürsünüz necə quru olub. Altda da əzəmədikləri var. Sadə də evə qoyur ki, siz yiyin. Bunu da pay aparır. Buradakı yadıma düşmüşkən deyim. Bir xanım yorum yazıb ki, ay söyle, o nətər olur? Klokdan mandarini çıxardıb meyvə qabına yığırsan, yumursan, yerə düşəni götürüb yuyursan. Orada gülmək smalika atdım. Heç nə yaza bilmədim. Çünki elə, yəni vaxt yox idi də elə yazmağa. Elə girdim, oxudum, ürək qoydum, çıxdım. Amma o yoruma gülmək smalika atdım. Yəni zarafat mənasında da. O mandarinlər, mən həmin gün marketdən gəlirəm. Amma marketdən alıb gəlməmişim. Onları Seyidxan axşam alıb gətirmişdi. Axşam mən o mandarinləri yudum, yığdım meyvə qabına. Gördüm ki, yemirlər. Zala da qoymuşdum. Gördüm oradakini yedilər, buradakı qaldı. Onlar təzədən kloka yığdım, qoydum. Çünki açıq qalanı, indi bax ikisini tulladım. Tez xarab olurlar. Götürdüm, yığdım kloka. Yəni onlar yuyulmuş mandarindir. Sadəcə olaraq yığdım, qoydum kloka, qoydum xaladimlikə. Biraz da ondan qabaq mağazinə getməmiş, çıxartdım, qoydum stolun üstünə ki, otaq temperaturuna gəlsin, yeyək. Sonra elə gəldim, daha karolyoka zadı yudum, onu da götürdüm, yığdım meyvə qabına. Yəni o yuyulmuşdu. Mənim bir xasiyyətim var ki, uşaqlarım da bilir. Onları elə bir şeylə iyrəndirirəm ki, yəni yumayıb yesələr, nəyəsə, məsəl çantaşda var. Götürür, yumamış da yeyə bilər. Apelsindir, limondur, mandarindir, bunları yumamış yeyə bilər. Amma mən ona elə bir şey deyirəm ki, o meyvədən iyrənmir, ona vurulan əldən iyrənir. O məcbur gedir, yuyur. Limonu belə yuyub doğrayıram. Apelsini soyub qabığını yesöy də, məsəl üçün mən mandarin kimi soyub elə bıçaq vurmuram da, dilimləyib verirəm, yeyirlər. Onu belə mən yuyuram, sonra soyuram. İstəyir mandarin olsun, fərq yoxdur. Yəni gözəl bacım, gözəl, diqqətli mənim bacım. Həqiqətən bəzi izləyicilərim çox diqqətlidirlər. O videonu hələ mən tezləşdirmişəm, ona belə diqqət edib ki, bacım, Allah razı olsun, mandarin yerə düşdü. Yudum, amma klokdakıları yumadım. Klokdakılar yuyulmuşdu. Sabahsı gündən hamıya salamlar. Öz-özümə gedə-gedə deyirəm ki, daha metroya çatmısan, sonunuz biraz yavaş ol. Gecə saat 3 idi mən yatanda. Yatıb qalmışam səhər, bu telefonum sönüb. Çünki video zatı montaj elədim. Telefonum sönüb. Dünən gördünüz, arıqlama qrupunu paylaşdım, amma videonu paylaşa bilmədim. Çünki yatıb qalmışam. YouTube'a yükləməmişəm. Zaryadkam sönüb. Belə, bəlkə də uzun müddət sonra ilk dəfədir başıma belə bir iş gəlir. Əvvəl işə gedib gələndə bəzi xanımlar deyir, Sonya, ayağıma yazığın gəlsin. Min avtobusa, qızlar. Dünən mən avtobusla gəldim. İnanırsınız, 1 saat 50 dəqiqə. 3 dənə avtobus, metro dəyişə-dəyişə. Yox, əstəğfurullah. Gedəndə 3 dənəsini dəyişdim. Amma gələndə 2 dənə dəyişdim. Tapdım da yolun, metroya minmədim. 2 avtobusla. Siz inanırsınız, 1 saat 50 dəqiqəyə gəldim. İndi mən marşrut gözləyib getsəm, düz 2 saat, bəlkə də çox olacaq. Çünki səhər probka lap çox olur. Ona görə ən salamatı dedim elə metroya piyada düşüm. 2 dənə, bir metro, bir dənə də avtobus dəyişim. Dünən metro ilə, elə bir 46 ilə gəldim metroya. Təzədən metro ilə getdim Nərimanova. Nərimanovdan da
ora getdim. 3 dənə elə bil nəqliyyat dəyişdim də. İndi amma piyada düşdüm. Dedim avtobus gözləyənə qədər özüm gedim. Belə demək olar ki, metroya çatdım. Hələ 15 dəqiqə də tez. Nərgizlə düşəndə o məni gecişdirir. Piyada da düşsəm. Hara gediriksə gedək. Mən çox tez yerirəm. Çox hədsiz dərəcədə. Yəni normalda hamı bu yolu yarım saata düşürsə, mən maksimum 12-13 dəqiqəyə düşürəm. Avtobusun yoluna gedənə qədər elə bura gəlirəm piyada. Siz mən bugün evdən çıxmağımı görəsiniz, yemək pişirməyimi görəsiniz. Dünən çox gec yatdım, video montaj elədim. Sonra iki dənə video montaj elədim. Əslində qısa video olandı. Nəysə də gecə 3-də yatıb qalmışam. Telefonum sönüb, budilnik çağırmayıb. Amma yenə də 10 dəqiqə tez gəlmişəm. Ona görə dedim ki, yavaş-yavaş gedim, videonu bitirim. Belə. Demək ki, yol qısa yoldur, amma mən gedəndə probka ilə gedirəm deyə, sonra 3 dənə nəqliyyat gözləyirəm deyə, ona görə uzun olur. O səhər, bu da axşam. Saat 8-ə qalıb. Elə yoruldum ki, narsız yol məni çox gələndə bu 46 yorur. Çox gec gəlir, probka ilə. Nəysə, şükür gəldik, çıxdıq evimizə. Evə gəlib çıxdığım bir 2 saat olur. Olar. 2 saat olar, bəlkə də saat yarım olar, dəqiq bilmirəm. Yaşayın, yemək yedim. Axşama yeməyimiz var idi. Yemək yedim. Çay içdim, biraz simişka çırtladım. Telefona ona görə baxmaq istəyirəm. Telefon baxmaq istəmirəm, daha doğrusu. Telefona baxdımsa oturub qalıram. Amma çatan kimi planım o idi ki, sabah evdəyəm, sabah birisi gün evdəyəm, 6 bazar. Bacımla danışdıq, sabah xalam gedəcək. Bacım bugün gedib. Amma mən işdə olduğuna görə gedə bilmədim. Dedi, sabah günortadan sonra gedək. Ona görə də bana bir saatda yemək vermişəm. Yemir. İndi mən video başlayan kimi gəldim. Dedim, bu da yeməyi yesin, bir dəfəlik buraları yığışdırım. Dedim, sabah ora gedənə qədər indi biraz iş görürüm, sabah da birazını saxlayayım. Bazar gündə Nərgizlə bəlkə harasa getdi, dəqiq bilmirəm amma görək. Amma oturdum, qaldım, qalxa bilmədim ayağa. Nəysə, indi toparladım. Elə kiri qabzat yoxdur, 1-2 dənədir. Bunlar da səhər özüm yuyub getmişdim. Mənim evimə dərin təmizlik lazımdır. Əməlli təmizlik lazımdır. Şüşələr, zadlar. Ev işi elədi ki, bir gün eləməyək, bircə gün. Bir həftə, 10 gün ehtiyac yoxdur. Bir gün ev işi eləməyək, həmin şey olur. Yem bir gün, yığın bura. Yenə həmin kir olacaq. Məsəl üçün bir həftə şüşə silməyin, yenə həmin kir olacaq. Keçən dəfə mən gələndə kənddən bir xanım yazmışdı ki, siz bəyəm evdə neçə gün olmamışsınız ki, ev başalıb gedir. Bəyəm nədirlər ki, ev dağdalar da. Qızlar, evdə ana 1 saat belə əlini çəkdiniz, bir gününü qoydum qırağa. 1 saat, yəni bütün evdar xanımlar bunu bilirlər. Analar bilir, əsl analardan söhbət gedir, əsl evdar xanımlardan söhbət gedir. O yeyib içib, ora yığıb, nə bilim, ayda bir dəfə təmizlik çağıranlardan söhbət getmir. Ayda bir dəfə təmizlik çağırırlar, təmizləyirlər, bu da oldu mənim üçün təmizkarıdır. Onlardan söhbət getmir. Əsl ana, gündəlik ev işini idarə edən bir insandan söhbət gedir ki, yəni onlar başa düşürlər. Hətta demək olar ki, hamısı yazmışlar ki, sonra elədir, nəinki bir həftə, 1 saat, 1 gün evdə olmaq, ev elədir. Neyniyə, bu səhər tərtəmiz yığışdırmışam, qoyub getmişəm, hamı girir, çıxır. Bizim ev, mən evdə olurdum da bütün gün. Hamı gedir, işin gücün dalıca gəlir. Məsəl üçün, dərsdən gəlir, gedir hazırlığa, təzdən hazırlıqdan gəlir. Yeni istər-istəməz məktəbin paltarını soyunur, tökür, hazırlığın paltarını soyunur, tökür, yığmır. Bir dənə evi yığışdıran mən idim. Nərgiz yeni ilə. Səhər gedir, gəlir məşqdən, tərli paltarlarını tökür. Hələ ki, universitetə getmirlər də, imtihana hazırlaşırlar. Gəlir, yenə tökür,
Kombidəki mənə fikrimi yayındırır. Təzədən gəlir, yarım saat yatır, 1 saat yatır, yemək yeyir. Maksimum yediyin yuyar. Yumadsa o da qalacaq. Təzədən paltarını yığır, təzədən bir də içəri şəhərə. Təsəvvür edin, Əhmədlidən gündə 2 dəfə içəri şəhərə gedir, gəlir. Bu uşaqdan nə təmizlik gözləyim mən, nə iş gözləyim mən. Ona görə də bütün yük düşür Soli bacınızın çiyninə. Bunu da ataş təzə şeylər öyrənim. Belə turşunun suyun süzür. Buradan belə əyir, götürür, suyu götürmək çətin taxın. Bu videonu 3 günə bitirsəm böyük bir şeydir. Bitirə bilmirəm. Belə işlər qızlar. 3 dənə qab var. Onları yuyacam. Bu da yesin, qutarsın. Gətirim kuxnya ilə koridorun yerim, pilisosduyum, silim. Bu tərəfə eləyim. Öz otağım tərtəmizdir. Mənim otağıma girən çıxan yoxdur deyə. Seyidxan çox vaxt zalda olur. Ataş öz otağında, Nərgiz öz otağında. Otağımı göstərsən, səhər necə tərtəmiz qoyub getmişəmsə ellədir. Bir dənə çöp boyuz olmayıb. Çünki orada vaxt keçirdən yoxdur. İndi Ataşın istəyirəm gətirəm otağın xalçasını atamıyor. O yuyulsun, çıxsın, o yuyulub çıxana qədər də mən buraları həll edeyim. Dayanmaq istəmirəm. Dayansam dayanacaq. Bəlkə bir çay qaşığı kofe içə bilərəm. İçin. O əl olur. 2 yox, 1. Çalışıram ki, günortadan sonra içməyim ümumiyyətlə. Gündə bir dəfə səhər içim. Bunu da içeyim ən sevdiyim rəngdə. Əhval ruhiyyəmiz artsın. Düz demirəm. Biraz eləyəcəm, suyun çox az. Bir qaşıq için bəsdir. Səhəramı 2 qaşıq içmişdim. Bir qaşığı da təpələmə eləməyim. Belə. Doydundu mu? Hı? Nuş olsun. Nuş olsun. Şeker pareme nuş olsun. Bir xanım yazıb ki, bundan sonra belədir. Videoların içində sizin yorumlarınızı danışacağım. Həmişə danışmışam. Nəysə, bir xanım yazıb ki, niyə Aylin xanım deyirsiniz, nəvəm deyirsiniz daha belə səmimi çıxar, nəsə də daha belə yaxşı çıxar. Nəvəm deyirsiniz, Aylin xanım deməyiniz biraz belə soyuq çıxır, soyuq qalır. Mən ümumiyyətlə, məsəl üçün, hansısa uşağı da danışdıranda, məsəl üçün, Ataşa deyirəm, Səlvər müəllim gəldi. Belə bunu mən zarafat yana deyirəm uşaqlara. Yəni ki, hamı bilir ki, Aylin mənim nəvəmdir, canımdır, ciyərimdir, canımın bir parçasıdır, balamın balasıdır. Mən o nətər belə soyuq deyə bilərəm ki, mən canım, qanım olan balam nətər mən onu soyuq deyə bilərəm. Vallahi, mən onu zarafat mənasında deyirəm ki, Aylin xanım. Nəysə ona qurban olsun. Nəysə, hər videoda deyim, nəvəm deyə bu səfər gələcəklər ki, görməmiş yenə başladı. Bir də ilişmişsiniz bu ailə söhbətinə. Instagramda bir xanımın yorumunu götürmüşəm. Bura qoyacam, baxarsınız. Instagramdan danışanda YouTube'dakılar inanmır ki, yəni orada olursa oradakılar bilir də. Nəysə, paylaşacağım, adı ilə görərsiniz. Elə deyir ki, elə yəni son vaxtlar buna ilişiblər ki, niyə ailədən heç kimi çəkmirsən? Qızlar, mən çəkmək məcburiyyətində deyirəm ailəmdən kimisə. Nə də ailəmdən kimsə görünmək məcburiyyətində deyir. Nə də hansısa video çəkən xanımla mənim müqayisə eləməyiniz yersizdir. Mən buyam. Məni sevən baxar, sevməyən Allah razı olsun. Yenə də baxmaz. Heç kimin məcburiyyəti yoxdur. Otura saatlarla burada məni izləyir. Heç kimin məcburiyyəti yoxdur. Mən də bəyənmədiyim kanallar o qədər var ki, heç vallahi gedib zəhərimi tökmürəm də onlara. Nə qədər əsəbi də olsam, nə qədər də nə bilim gözüm götürməsə də, nə qədər içimdə paxıllıq çəksəm də, nə qədər dözə bilməsəm də, amma o zəhərimi özüm udaram, o kanaldan aralaşaram. Nəyə lazımdır ki, belə bir şeylər? Ailəmdən kimi görmək istəyirsiniz? Kimi görmək istəyir? Ataş da çəkilmək qətiyyən istəmir. Heç o uşaq şəkil belə çəkdirmir. Seyidxan da görünəndə görünür videolarımda, görünməyəndə görünmür. Yəni, mən məcbur deyə bilmərəm ki, Seyidxan, gəl səni çəkim. Əvvəl mən video çəkirdim, gəlirdi, salam da verirdi.
Amma indi gör ki, video çəkirəm, bu tərəfə gəlmir. Mən nə edə bilərəm? Məcbur tutum gətirim ki, gəl videolarda görsən. Nərgiz də ki, nə bilim, əvvəl balaca vaxtı görsənib, indi istəmir görsənmək. Nə edeyim qız? Nə edeyim? Evimə davam salım sizə görə ki, ev əhalisi görsənməlidir. Nəysə, bunu içirik şərəfə. Enerjimiz yerinə gəlir, belə solğun videolar çəkmək. Çünki mənim izləyicilərim mənə baxır, məndən əhval-ruhiyyə alır. Başdılar, düşürlər evin canına. Hələ ki, videonu mən səhər tezdən yükləyirəm. O gün bir izləyicim yazıb ki, deyir, söyle, heç deyir, yəni iş görəsi halım yox idi. Səni gördüm, düşdüm evlərin canına. Durun yəni, durun ağıllı qızlar. İşlərinizi görün, işimiz qalmasın. Belə. Bunu qəşəng həyətdə çırpdım, gətirdim. Bu belə altı nazik də, sintetikdir. Bunu elə nam nazik elə alınanda da elə yazılıb ki, maşında yuyulan. Mən əvvəl atmırdım, bacım da alıb. Bacım yayda bunları istifadə edir, qışda qalın xalçalar. Bacım dedi ki, at elə gözəl yuyulur ki. Mən də ondan sonra başladım atmağa. Bu da yuyuldu, çıxdı. Çox qəşəng, təmiz olur, inarsınız. Bunu heç daha çölə atmadım. Bura sərdim, düzdür, ipdə paltar yoxdur, boşdur ip, çox şükür. Bu günlərdə gördük, 2 ip dolu paltar gətirib, qatlayıb yerinə yığmışam. Gəldiyin kömür. Nə deyəcəkdim, bu səhərə burada quruyacaq. Dedim, bu videonu yekunlaşdırım, getmirik heç yana. Get, elə bilir, mən çölə çıxıram, gəlib. Getmək istəyirsən, gəl səni buraxım, get. Get. Mən də saçımı, başımı yudum. Hamam, tualet, kuxna, bu işlərimi gördüm. Bir dənə qaldı. Öz otağım dediyim kimi təmizdir, oraya əl vurmayacam. Zal, ataşın otağı, bir də Nərsin otağı. Pilisoslayıb, silib, tozlar alacam. Abid pişirəcəm inşallah. Sabah yeni bir video başladaram. Allah qoysa, bunu elə buradaca bitirim. Hamınızı öpürəm. Çoxlu yaxşı ki varsınız. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. İnşallah qismət olarsa sabah görüşərik.